Bax, bu fəsildə olanları götür bir vərəqə yaz, müəllifini qeyd etmədən. Sonra onu istədiyin müsəlmana oxutdur. Mən sənə əminliklə deyirəm ki, həmin müsəlman elə biləcək ki, sən ona Elşad Mirinin sözlərini oxuturursan. İnanın, əgər bunu Şeyxülislam İbn Teymiyyə rahimehullah demiş olsaydı, kəlam əhli onu biabır eləmək üçün sözlərini çərçivəyə alıb məscidlərin girişlərindən asardılar. Ədalətli şahidlər olaraq siz deyin, kitab və sünnətə qarşı təzim göstərən, sələfin fəhminə etibar edən birisi belə sözlər yazarmı? Sonra deyirlər ki, biz əhli sünnətik. Siz hansı sünnənin əhlisiniz? 50-60%-ni qüvvədən salıb, yararsız vəziyyətə gətirdiyiniz sünnənin əhlisiniz. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə imamil mursəlin və alə alihi və ashabihi əcməin. Əmmə bə'du, əssəlamu aleykum və rəhmətullahi və bərəkət. Əziz və dəyərli müsəlman qardaş və bacılarım. Yəqin ki, çoxlarınız bu ifadəni kəlam əhlindən eşitmisiniz. Həqiqi əhl-i sünnət əşarilərdir. Həqiqi əhl-i sünnət maturidilərdir. Əhl-i sünnəti həqiqi şəkildə təmsil edən əşari və maturidilərdir. Bu kəlməni, bu iddianı bircə dəfədə olsa, əminəm ki, onlardan eşitmisiniz. Gəlin birlikdə bu iddianın yoxlayaq. Gəlin birlikdə bu iddia nə qədər doğrudur ona baxaq. Ümumiyyətlə baxaq görək, onlar hansı sünnənin əhlidirlər. Ümumiyyətlə onlar yararlı bir sünnə saxlayıblarmı ki, hələ bir onun da əhli olsunlar. Bu videoda şahid olacağınız faktlar bu iddia haqqında sizə kifayət qədər məlumat verəcək. Deməli, bu gördüyünüz kitab Əş'ari və Maturidi aləmində ən mötəbər etiqad kitablarından biridir. Kitabın adı Təsis-ü Təqdisdir və müəllifi də onların böyük imamları, Şeyxülislamları Əş'ari və Maturidi ilə onlarda fikir atalarından biridir. Müəllifi kimdir? Çoxlarınızın tanıdığı Fəxrəddin Ər-Razi. Bəli, Fəxrəddin Ər-Razi 543-cü ildə anadan olmuş, 606-cı ildə isə vəfat etmişdi. Deməli, həmin bu kitabın səhifə 212-sindən ta 216-ya qədər bir fəsil açır və fəsilin nömrəsi 31-ci fəsildir və bu fəsildə əhəd hədislərdən danışır. Hədislərin növündən olan əhəd hədislərdən danışır. Ən birinci bilək ki, əhəd hədis nədir? Sonra da burada nə üçün əhəd hədislərdən danışır, ona keçək. Əhəd hədislər, qardaşlar, mənası odur ki, hədisin növlərindən biridir. Hədisi rivayət edən ravilərin sayı baxımından hədisin növüdür. Hədisi rivayət edən ravilərin sayı baxımından hədisin növlərindəndir əhəd hədis. Əhəd hədis nədir? Hədisin isnadı olduğu kimi, raviləri olduğu kimi, hədisi rivayət edən ravilərin də təbəqələri var. Misal üçün, bu hədisin isnadıdır və bu isnadıdır. Və hər bu isnadda nə var? Hədisi rivayət edən ravilərin təbəqələri var. Sahabə təbəqəsi, sahabədən rivayət edən balaca sahabələrin təbəqəsi, balaca sahabələrdən hədisi rivayət edən böyük tabinlərin təbəqəsi və böyük tabinlərdən hədisi rivayət edən kiçik tabinlərin təbəqəsi. Təbəqə deyildikdə bu nəzər tutulur. Bəs indi əhəd hədis nədir? Əhəd hədis odur ki, örnək olaraq verdiyim bu təbəqələrin hansısa birində, hamısında yox, hansısa birində əgər hədisi, müəyyən hər hansı bir hədisi rivayət edən sahabənin sayı 3-dürsə və yaxud 2-dirsə və yaxud 1-dirsə, həmin hədis nə sayılır? Əhəd hədis sayılır. Misal üçün, sahabə təbəqəsi. Sahabə təbəqəsində hər hansısa bir o hədisi ya əgər 3 sahabə rivayət edibsə və yaxud 2 sahabə rivayət edibsə və yaxud 1 sahabə rivayət edibsə, o zaman bu hədis nə sayılır? Əhəd hədis sayılır. Əhəd hədisi bildik. Yaxşı. Əhəd hədisin etiqad kitabında danışılmasının nə münasibəti və nə mənası var? Mənası odur ki, Əş'ari və maturidilərə görə əhəd hədis əgər usulü dindən danışırsa, o hədis əgər hədisdəki mövzu usulü dini əhatə eləyirsə, o zaman o hədisə etiqad etmək olmaz, o hədisin üzərində iman qurmaq olmaz.
isnadı səhih olsa da belə, yəni əgər məsəl üçün o hədis Allahın sifətlərindən, isimlərindən, zatından danışırsa, qeybdən danışırsa, Rasulullah sallallahu aleyhi və səlləmin nübüvvətindən və risalətindən və möcüzələrindən danışırsa və əhəd hədisdirsə, o zaman nə etmək olmaz? O hədisə etiqad, əməl etmək olmaz, yəni etiqad etmək olmaz və o hədisin üzərində iman qurmaq olmaz. Səbəb nədir? Səbəb odur ki, bu bir nəfərin verdiyi xəbərdir. Bir nəfərin verdiyi xəbər olduğu üçün bu zənn altına düşür, o yüzdən də onunla əməl etmək olmaz. Bu, Əşəri və Maturidilərdə olan etiqadı bir məsələdir. Sələf, salih sələfə görə də bu belədirmi? Qəti şəkildə belə deyir. Salih sələfə görə, sahabə, tabiin, ətbə'u tabiin və onlara gözəl şəkildə tabi olan sələf imamlarına görə hədis istər əhəd olsun, istər qeyri-əhəd olsun. İstər usul-i dindən danışsın, istər furu-i dindən danışsın. Madam nə qədər ki, isnadı səhihdir, o hədisə etiqad edilir, o hədisə əməl edilir, onun üzərində iman, bina, inşa edilir. Əhəd hədis olsa da belə. Sahabə, tabiin, ətbə'u tabiin və bütün sələf imamlarına görə belədir. İlk dəfə bu bölgəyə kimlər gedib? İlk dəfə bu bölgəyə kimlər gedib və nəyə görə gedib? Əgər əhəd hədis usul-i dindən danışırsa, Allahdan, isimlərindən, sifətlərindən və s. danışırsa, əməl edilməz onunla. Qoyular, qırağa, üzərində etiqad qurulmaz. İlk dəfə bunu edən Cəhmi və Mu'təzillər olub. Kəlam əhli də Əşəri və Maturidilər onlardan miras alıblar. Niyə bunu ediblər? Çünki neçə əhəd hədislər var ki, səhih əhəd hədislər var ki, Allah subhanahu və teala'nın sifətlərindən danışır. Allah subhanahu və teala'nın üzündən, gözündən, ərşə istiva etməsindən, əlindən, qəzəblənməsindən, fərəhlənməsindən, təəccüblənməsindən, rizasından, intiqam almasından, nuzulundan, qiyamət günü gəlib hökm verməsindən danışır. Cəhmi və Mu'təzillər bu hədisləri inkar edə bilməzdilər, bu hədisləri rədd edə bilməzdilər. Ən birinci isnadları səhih olduğuna görə. İkincisi də ki, mötəbər hədis imamları ilə eyni əsrdə yaşadıqlarına görə. Birtəhər bu hədislərdən qurtulmaq lazımdır. Bunun da yolunu nədə görürlər? Bunun da yolunu onda görürlər ki, deyirlər ki, etiqaddan danışan hədisdirsə, usul-u dindən danışan hədisdirsə, bu qəbul edilməz. Nəyə görə? Çünki əhəd hədisdir. Etiqadı mövzuda hədis qəbul edilər əgər mütəvatirdirsə. Mütəvatir hədis nədir? Mütəvatir hədis də əhəd hədisin əksidir. Biraz öncə örnək verdiyim o təbəqələr ki var, mütəvatir hədis odur ki, o təbəqələrdə istənilən hər hansı bir hədisi böyük bir kütlə rivayət edib. Məsəl üçün, sahabə təbəqəsində kiçik sahabə, ətbə'u tabiin və kiçik tabiinlər təbəqəsində həmin hədisi böyük bir kütlələr rivayət edib. Bu da nədir? Mütəvatir hədisdir. Cəhmi və Mu'təzillər deyirlər ki, etiqada mövzuda hədisi qəbul edirik, o ilə əməl edirik, gərək ki, nə olsun? Mütəvatir olsun. Əhəd olarsa, onun üzərində etiqad etmərik, onun üzərində iman, inşa, bina etmərik. Və eynən də bunu bu cür şəkildə kimlər deyir? Əşəri və Maturidilər deyir. Təbii ki, Əşəri və Maturidilər də bunu Cəhmi və Mu'təzillərdən miras alıblar. Və əhl-i sünnətə görə, salih sələfə görə isə bu cür deyildir. İndi baxın, görün, kitabın müəllifi Fəxrəddin Ər-Razi nələr danışır. Deməli, 31-ci fəsilin də adı belədir. Əhəd hədislər barəsində danışıq. Buyurur ki, o ki qaldı, əhəd hədislərdən tutunmaq, onları almaq, onları qəbul etmək, əgər o əhəd hədislər Allah subhanahu və teala haqqındadırsa, onun sifətləri, isimləri, zatı haqqında danışırsa, heç bir şəkildə o hədisləri götürmək icazəli deyildir. Yadullu aleyhi vucuh. Bu 5 yöndən icazəli deyildir. Yəni 5 yön zikirdir edəcəm ki, o 5 yön 5-indən də, 5-inə görə də əhəd hədislərə əməl etmək olmaz. Əgər usul-u dindən Allah haqqında etiqad mövzusunda danışırsa. Deməli, keçir mövzuya, başlayır danışmağa. Əl-əvvəl, birincisi,
birinci yön. Deyir ki, əhəd hədislər hamısı zənnidirlər. Hamısı zənnidirlər. Və onlara əməl etmək heç bir şəkildə icazəli deyil. Əgər Allahın zatından, Allahın sifətlərindən, Allahın isimlərindən danışırsa, bu anda əhəd hədislərə əməl etmək olmaz, onlar üzərində etiqad qurmaq olmaz. Həqiqətən biz deyirik ki, əhəd hədislər zənnidirlər. Zənnidirlər qardaşlar, yəni o əhəd hədis hansı mövzunu əhatə edirsə, özü-özlüyündə hansı məsələyə dəlalət edirsə, zənnidir dedikdə, yəni o dəlalət etməsi nədir? Yəqin deyil, zənn altındadır o hədisdəki məna, mövzu. Deyir, çünki əhəd hədislər hamısı zənnidirlər. Və biz deyir, icma etmişik ki, bu hədislərin rivayət edənlər məsum deyirlər. Bu hədisləri rivayət edən ravilər məsum deyirlər. Ravilər deyərkən kimi nəzərdə tutur? Ən birinci sahabələr nəzərdə tutur. İndi özünüz görəcəksiniz. Bunlar məsum deyirlər deyir. Bu hədisin raviləri məsum deyirlər. Yəni, bu hədisi rivayət edən ravilərin məsum olmaması, yəni bu sahabələrin məsum olmaması ilə əhəd hədislərin qəbul olunmaması arasında nə bağlılığı var ki, sən deyirsən ki, bu hədisi rivayət edən ravilər məsum deyil. Yəni, məsum deyillərsə, nə demək istəyirsən? Onlardan gələn xəbərlər, əhəd xəbərlər qəbul olunmayacaq və yaxud ümumiyyətlə Fəxrəddin Ər-Razi, sən məsum deyildir deyəndə nəyi nəzərdə tutursan? Əgər sahabə kiçik günah edə bilər, böyük günah edə bilər, fitnəyə məruz qala bilər, bir-birinə qılınc çəkə bilərdilər, bir-birinin qanını axıda bilərdilər, məsum deyirlər. Bunu nəzərdə tutursansa, biz də bunu deyirik. Nəzərdə tutulan budursa, biz də bunu deyirik. Sahabə kiçik günah da edib, böyük günah da edib, fitnəyə məruz da qalıb, bir-birinə qılınc çəkiblər və s. və ilə axır bir-birinin qanlarında axıdıblar. Bu cəhətdən nədirlər? Məsum deyirlər. Onlar məsum deyirlər. Əgər qəsdin, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin şəriətini təbliğ etməkdə, onun hədislərini çatdırmaqda məsum deyirlərsə, bu olduqca xətadır. Rasulullah sallallahu aleyhi və səlləmin sahabələri onun şəriətini təbliğ etməkdə bir mənalı şəkildə nədir? Məsumdurlar. Və Rasulullah sallallahu aleyhi ve sellem'in eşitdikləri hədisləri nöqtəsinə və virgülünə kimi olduğu kimi çatdırıblar. Və burada da Fəxrəddin Ər-Razi məhz bunu qəsd edir ki, onlar məsum deyirlər, yəni onlardan gələn əhəd hədislər qəbul edilməz. Yəni Rasulullah sallallahu aleyhi ve sellem'in sahabələri onun şəriətinin təbliğində məsum olmayıblar. Bax, bunu deyir. İndi buna şahid olacaqsınız. Görün məsələyə nə cür yanaşır. Deyir ki, bu deyir necə ola bilər? Rafizilər bir dənə sahabənin məsum olduğunu dedikdə, hansı sahabənin? Əli ibn Əbi Talib radiyallahu anhunun. Bir sahabənin məsum olduğunu dedikdə, bu mühəddislər, yəni sahabələr, tabinlər, ətbə'u tabinlər rafizləri götürüb təkfir etdilər. Onlar bir dənə sahabənin məsum olduğunu dediklərinə görə. Əgər bir sahabənin məsum olduğunu deyənlər dediklərinə görə təkfir olundularsa mühəddislər, əhl-i hədis tərəfindən, o zaman bu hədis ravilərinin, yəni sahabələrinin məsum olduğunu demək necə onda? Yəni fikir verin. Bu açıq aydın şəkildə sahabələrin dinin təbliğatında məsum olmadıqlarını deyirlər. Bu bir. İkincisi, məgər bizim sahabələri məsum saymağımız ilə rafizlərin Əli ibn Əbi Talib radiyallahu anhunu məsum saymaları eynidir. Bunlar arasında dağlar qədər fərq var. Biz sahabələrin dinin təbliğatında məsum olduğunu deyirik. Rasulullahın şəriətinin çatdırılmasında məsum olduğunu deyirik. O isə onlar nə kiçik günahdan, nə böyük günahdan, nə fitnəyə məruz qalmaqdan nə idilər? Garanti deyildilər. Bu onlarda baş verirdi. Və burada da bunu deyir. Deyir ki, əgər bir müqayisəsində fikir verin. Müqayisəsi bizə nəyə göstərir? Onu göstərir ki, sahabələr dinin təbliğatında nədirlər? Məsum deyirlər. Və deyir ki, əgər onlar məsum deyillərsə sahabələr, xəta mümkündürsə etmələri,
yalan danışmaları mümkündürsə, o zaman onların sadiqlikləri məlum deyil, əksinə zənnidir. Zənn altındadır onların sadiqləri və beləliklə də sabit olur ki, əhəd hədis, onlardan gələn, onların rivayət etdikləri əhəd hədis zənnidir, vacibdir ki, o hədislərdən tutunulmasın. Yəni sahabə məsum deyil. Şəriətin çatdırılmasında məsum deyil. Sələfin fəhminə etibar eləyən, kitab və sünnətə təzim göstərən insan indi belə bir söz deyərmi? Və deyir ki, lakin bu usul-u dinə aiddir. Furu' dinə aid deyil. Furu' dində sahabədən gələn əhəd hədislər, rivayət etdikləri əhəd hədislər əməl edilir. Bu ancaq usul dinə aiddir. Furu' dinə aid deyildir. Bu birinci yön. Məsələ yanaşdığı birinci yön ki, deyir ki, 5 dənə yön zikr edəcəm. O 5 yönə görə ravilərin, hədis ravilərinin, sahabə, tabiin, ətbə'u tabiin rivayət edilən əhəd hədislər qəbul olunmur. Niyə? 5 yönə görə. Bu birinci yön idi. Yəni sahabələr, ravilər, başda sahabələr olmaqla ravilər nədir? Məsum deyillər. Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələr dinin təbliğatında məsum deyillər. Bu məsələ belə getdi. İkinci yön. İkinci yöndə görün nə deyir? Deyir ki, hədisləri rivayət edən ravilərin ən üstünləri kimlərdir? Sahabələrdir. Və biz bilirik ki, onların rivayət etdikləri rivayətlər qəti bir şeyə dəlalət eləmir. Yəqini deyil, qəti deyil, zənnidir. Dəlil nədir? Niyə belə deyir? Dəlil nədir? Dəlilinə baxın indi. Deyir ki, dəlil odur ki, onlardan rivayət olunub ki, sahabələrin özlərindən rivayət olunub ki, bir sahabə digər bir sahabəyə tən eləyib və həmin bu sahabə digər bir sahabəni layiq olmayan, yaxşı olmayan bir şeyə nisbət eləyib. Məgər Ömər ibn Xattab radiyallahu anhu Xalid bin Vəlidə tən eləməyib, məgər İbn Məsud və Əbu Zər Osmana tən etməyib, məgər Ayşə radiyallahu anhə Osman radiyallahu anhuya tən etməyib, məgər Ömər radiyallahu anhu Osman haqqında deməyibmi ki, o öz qohumlarını vəzifələrə təyin eləyir və bu cür sözü Talhə və Zübeyr haqqında da güya deyib Ömər ibn Xattab radiyallahu anhu. Məgər Əli ibn Əbi Talib günlərin bir günü Əbu Hureyranı hədis danışdığında görür. Əbu Hureyrə deyəndə ki, Xəlilim Əbul Qasim mənə belə xəbər elədi. Xəlilim Əbul Qasim yəni Peyğəmbər sallallahu əleyhi və səlləm. Xəlilim Əbul Qasim mənə belə xəbər etdi dedikdə Əli ibn Əbi Talib radiyallahu anhu ona deyir ki, o nə zamandan sən xəlilin olub ki? Məgər Ömər radiyallahu anhu Əbu Hureyrəyə çoxlu hədislər rivayət eləməyə qadağan etməmişdimi? Məgər İbn Abbas Əbu Səid Əl-Xudrinin və Əbu Hureyranın müəyyən bir hədis var ki, o hədisi rivayət etmələrinə tən etməmişdirmi? Və bu qəbildən olan bir neçə doğru və yaxud gerçək nəqillər gətirir. Yəni, əgər bir sahabə, bu məsələnin buna nə dəxlisi? Bir sahabə digər bir sahabəyə tən edibsə, sən bunu nə demək istəyirsən? Yəni, bir sahabə digər bir sahabənin xəbərini qəbul etməyibsə, bir sahabə digər o bir sahabənin xəbərinə tən edibsə, yəni bu o deməkdir ki, sən də onlardan gələn əhəd xəbərləri qəbul etməyəsən, zən altına qoyasan. Bax, burada bunu deyir. Madam ki, deyir, sahabələr bir-birinə tən ediblər, o zaman onlardan gələn xəbərləri də mən nə edirəm? Onlardan gələn xəbərləri də, əhəd xəbərləri mən zən altına qoyuram. Yəni, bu bəsbəlli rafizilikdir. Yəni, bunun rafiziliyə oxşarlığı daha yaxındır, nəinki əhl-i sünnət fikrinə. Baxın, sonra görün nə deyir. Deyir ki, sabit oldu ki, yəni bir sahabə digər bir sahabəyə tən eləyib. Əgər deyir, tən edən tənində doğrudursa, o zaman təni haqq kim eləyir? Tən olunan. Biri tən eləyib, tənində haqlıdır. Tən kimə gedir? Tən olunmuşa. Əgər tən edən tənində haqsızdırsa, tən nə edir? Tən qayıdır, tən edənin özünə. Görün sonra nə deyir? فَكَيْفَ كَانَ فَالتَّعْنُ لَازِمْ Hər bir halda tən özdir yerini tutur. Yəni, istər bu haqlı tən eləsin, yenə tən gəlir kimə dəyir? Sahabəyə. İstər haqsız tən eləsin, yenə tən qayıdır hara? Tən edən sahabənin özünə. Amma biz deyirik ki, Allah subhanahu wa ta'ala ümumi şəkildə Qurani Kərimdə
onlara səna edib, onları tərifləyib və bu səna yəni sadiq olmaları demək deyil, onları sadiqliyini zənn altında qoyan bir sənadır. Onların sadiqliyini tam ifadə etmir. Tam sadiq olduqları demək deyil. Zənni sadiqlikdir o. Və deyir, buna görə də bizim üstün gördüyümüz nədir? Üstün gördüyümüz odur ki, sahabədən gələn xəbərləri dinin furusunda qəbul edək, dinin furusu ilə əlaqəli xəbərlərdirsə, o zaman sahabələrdən qəbul edək. O ki, qaldı Allahın zatı, sifətləri, isimləri haqqında gələn onlardan xəbərləri bununla əməl edilməz və bunun üzərində heç bir şey bina edilməz. Bu ikinci yön idi. Üçüncü yön, hansı ki, o yönə əsasən əhəd hədislər əməl edilməz. Üçüncü nədir? Görün nə deyir? Artıq deyir, hamı bilir ki, bütün ümmət bilir ki, bir qrup Allahsız insanlar, zındıqlar, Allahın və Rasulunun düşmənləri münkər xəbərlər uydurublar, münkər hədislər uydurublar. Sonra da bu hədisləri hiyləgərcəsinə mühəddislərə yeridiblər. Mühəddislər də avam və sadəlöv olduqlarına görə bunu bilməyiblər, bu hədisləri qəbul ediblər və sonra da bu hədisləri rivayət ediblər. Bununla nə oldu? Heç nə. Buxari, Muslim, Əbu Davud, İbn Məcə, Tirmizi, Nəsai, Əhmədin Musnədi hamısı nə ilə doludur? Bu sözə əsasən Allahsızların, zındıqların, Allahın düşmənlərinin uydurduqları münkər hədislərlə doludur. Sonra deyir ki, Allahın rububiyyətini və uluhiyyətinə xələl gətirə biləcək münkər hədisdən daha böyük bir şey nə ola bilər? Belə bir hədisdir biz gördükdə qəti şəkildə deyirik ki, bu nədir? Uydurma bir şeydir. Bununla da nə oldu? Bütün əhli hədis, bütün o hədis məcmuaları, musnədlər, hədis kitabları, sünnən kitabları hamısı nə oldu? Fəxrəddin Razi onların hamısını sual işarəsi, sual altına qoydu. Niyə görə belə deyir qardaşlar? Hələ sözü bitmir, davam edirik. Niyə görə belə deyir? Çünki o kitablarda, hədis kitablarında, Buxaridə, Muslimdə, Əbu Davudda, Nəsaidə uca Allahın sifətləri ilə əlaqəli elə hədislər var ki, bunların etiqadlarını təməlindən dağırdır. Təməlindən dağırdır. Ona görə bu cür şəkildə danışır o sünnən kitablarına qarşı. Tamam, indi görün nə deyir? Deməli, bu dedi ki, zındıqlar, Allahın düşmənləri hədislər uydurublar, münkər hədislər, hiyləgərcəsinə bunları mühəddislərə yeridiblər. Deməli, mühəddislər deyəndə Buxari, Muslim, Nəsai, Məlik, Əhməd, Əbu Davud, İbn Məcə, Tirmizi hamısı aiddir. İndi görün nə deyir? İndi bu işi biraz Fəxrəddin Razi malalamaq istəyir. Sözü biraz ağır oldu. İndi biraz malalamaq istəyir. Deyir ki, o ki qaldı Buxari, Müslimə, dediyi Buxari, Müslimə də aid daxil. O ki qaldı deyir Buxari, Müslimə, onlar etiqad mövzusunda alim olmayıblar. Etiqad mövzusunda alim olmayıblar. Onlar istihad ediblər. Bacardıqları qədər öz ehtiyatlarını tutublar. Lakin demək ki, onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında etiqadi vaqiədən xəbər olublar. Fəzəlikə lə yəquluhu aqil. Aqil insan bunu deməz. Yəni, bu sünnən kitabları ki var, qardaşlar, biz nə demək istəyir? Bu sünnən kitablarında etiqadı bir çox əhəd hədislər var. Allahın sifətləri, isimləri ilə əlaqəli. Demək istəyir ki, heç kim deyə bilməz ki, bu hədislər elə Peyğəmbərin dediyi hədislərdir. Buxari rivayət edibsə Peyğəmbərdən, bu o demək deyil ki, Buxari bilirdi ki, bunu Peyğəmbər deyib. Əslində Buxari bilmirdi. Bizdir Buxarini üzürlü sayırıq. Buxari bilmədən də ona münkər hədislər yeridilib. Görün nə deyir? Və bir ən uzağı Buxari və Muslim haqqında və onlar kimdən rivayət ediblərsə, o ravilər, o mühəddislər haqqında yaxşı zəndəyik. Zənnimiz yaxşıdır. Deməli, həmin o hədis kitabları münkər hədislərlə doludur. Yaxşı, bəs özləri? Deyir, özləri haqqında neyiniyək? Yaxşı zəndəyik də, Buxaridir, Muslimdir. Onlar kimdən rivayət ediblərsə, kimdən rivayət ediblər? Əhməddən, Məlikdən, Şafidən rivayət ediblər. Bunlar haqqında biz yaxşı zəndəyik ki,
Yaxşı zənn deyir ki, yəni bunlar o zındıqlardan deyillər, o hədisi uyduranlardan deyillər. İndi bunlar bilməyiblər də, avam olublar, hə? Sadəlövdürlər, xəbərləri olmayıblar. Zındıqlar, Allahsızlar, hədislər uydurublar, bunlara yeridiblər. Bunlar da qəlbləri saf olduqlarına görə xəbərləri olmayıb. Bu, yəni buna nə izah eləyəsən? Yəni buna əslində bir danışmağa bir səbəb yoxdur. Və deyir, beləliklə də biz belə bir hədislər gördükdə, hansı ki, münkər mənanı əhatə edir özündə, bunu Rasulullah sallallahu aleyhi ve sellemə qətiyyən və qətiyyən isnad etmək olmaz. Qəti şəkildə deyirik ki, bu Allahsızların uydurduqları rivayətlərdir. Hiləgərcəsinə bunu mühəddislərə neyniblər? Yeridiblər. Bununla da nə oldu? Bununla da Buxari və Müslimdə yüzlərlə, minlərlə əhəd hədislər var, rivayətlər var. Həmin o rivayətlər hamısı nə oldu? Qüvvədən düşdü. Qüvvədən düşdü. Və münkər hədislər dedikdə, biraz öncə dediyim kimi, nəyə qəsd edir? Allahın sifətləri haqqında rivayət edilən hədislərdən danışır. Bu nə idi? Bu üçüncü yöndən idi. Dördüncü yön. Dördüncü yöndən deyir ki, dördüncü yön budur ki, həqiqətən də bu mühəddislər, yəni sahabə, tabiin, ətbə'u tabiin, bu mühəddislər balaca bir səbəbə görə digər hədis ravilərini, həm özlərini, həm də hədislərini cərh edib atırdılar, kəsib atırdılar qırağa. Yəni, bu özü özlüyündə bu ifadə nəyə göstərir? Fikir verin. Ənə həulə əl-mühəddisin yücərrihunər rivayətə bi-əqallil iləl. Yəni, balaca bir səbəbi gördükdə bu mühəddislər, digər hədis ravilərində balaca bir səbəb gördükdə, dərhal o səbəbə görə həmin ravini də onun hədislərini də kəsib tullayırlar. Yəni, bu onu deməkdir ki, bu nəyə göstərir? Fəxrəddin Ər-Raziyə görə zaten əslində hədislə məşğul olan əhli hədis Fəxrəddin Ər-Raziyə görə bunun neçə kitablarında bunu deyib. Fəxrəddin Ər-Raziyə görə əhli hədis geri zəkalı, ağlı olmayan, boş-boş işlərlə məşğul olan insanlar kimi baxır. Fikir verin, imamların imamı olan İbn Xuzeymə Rahiməhullah haqqında nə deyir? Deyir ki, o geri zəkalı birisidir, ağlı çatmayan birisidir. Öz ağlına görə Təvhid kitabı güya yazıb. Kitab yazıb Allahın sifətləri haqqında, isimlər haqqında. Adını da qoyub Kitab-ı Təvhid. Deyir ki, o Kitab-ı Təvhid deyil, o Kitab-ı Şirkdir. Şirk kitabıdır. Təsəvvür edin, imamların imamına geri zəkalı deyir. Yazdığı Təvhid kitabına şirk kitabı deyir. Və şirk kitabını yazan insan da nə olacaq? Müşrik olacaq da. Yəni, bir adam şirk haqqında kitab yazıbsa, deməli, özü də müşrik olacaq. Müsəlmanların imamlarının imamına müşrik deyir. Həmən bu Fəxrəddin Ər-Razi, sonra da müşrik Yunan fəlsəfəçisi Platona isə, yəni Əflatuna nə deyir? İmam deyir. Bəlaya fikir verin. Və bizim rəddələrimizi müşahidə edənlər bilir ki, bu mən mövzudan bəzi rəddələrimdə danışmışam, bunu qeyd etmişəm. Deməli, əl-mühim, dördüncü məsələdə deyir ki, həqiqətən dördüncü yöndə izah edir ki, hansı ki bu yön o yönlərdən biridir ki, yəni bu yönə əsasən sahabədən gələn, tabinlərdən gələn, yəni hədis alimlərindən gələn əhəd hədislər qəbul olmaz. Dördüncüsü odur ki, yəni bu mühəddislərdir, bunların əhəd hədislərini siz niyə qəbul edirsiniz? Rivayətlərini niyə qəbul edirsiniz? Bunlar balaca bir səbəbə görə digər raviləri kəsib atırlar, hədislərinə tullayırlar. Misal üçün deyir, əgər kimsə Əli ibn Əbi Talib radiyallahu anhunu sevməyə meyl edərdirsə, adın Rafizi qoyub atırdılar qırağa, rivayətinlə bir yerdə. Və yaxud Mə'bəd Əl-Cühəni qədər haqqında nəsə danışmışdı, özünü də, rivayətlərini də kəsib atdılar. İndi görün nə deyir? Dəhşətli bir kəlam işlədir. Deyir ki, həqiqətən də bu hədis alimləri, mühəddislər ki var, onların içərisində ağlı başında olan bir adam yoxdur, aqil bir adam yoxdur. Onlar əslində bu hədis üzərində danışmaqdan, bu münkər hədis üzərində danışmaqdan ki, bu hədis Allahın rububiyyətinə və uluhiyyətinə xələl gətirir. Bu hədisi rədd etmək lazımdır. Hədis haqqında danışmaqdan götürüb hədisin ravisi haqqında danışırlar. Bu Cəhmidir, rivayətləri qəbul olunmaz. Bu Xavaricdir, rivayətləri qəbul olunmaz. Bu Mu'təzilidir, Cəhmidir, özünün də rivayətlərini də atın. Götürüb bundan danışıblar. Rivayətin özündən danışmaqdan isə ravilərdən danışıblar. Həqiqətən deyir, bunların arasında ağlı başında olan bir adam yoxdur. Baxın, əhli hədis haqqında gör nədir? Təbii ki, kəlam Yunan fəlsəfəsi ilə bəlaya düşmüş olan bir insan
hədis əhli haqqında bundan başqa nə deyəcək? Hədis əhli haqqında yaxşı zəndə olmayacaq ki. Bu dördüncü yön idi. Dördüncü yön idi. Beşinci yön. Beşinci yön nədir? Beşinci yöndə görün nə deyir? Deyir ki, həqiqətən də bu hədis raviləri, bir şey də qeyd edeyim. Yəni bu dördüncü məsələni biraz daha geniş şəkildə izah edim, sonra keçək beşinci məsələyə. Hədis alimləri, mühəddislər Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətini müdafiə etməkdə tutduqları metod olduqca etibarlı, olduqca güclü metoddur. Hədis alimləri, mühəddislər nə edirlər? Əgər ravinin etiqadında problem var idisə əgər, həmin o ravi əgər bidət firqənin usuluna müvafiq idisə, məsəl üçün cəhmilərin, mu'təzillərin, rafizlərin, xavarizlərin, murcələrin etiqadlarının usuluna müvafiq idisə hər hansı bir o ravi, əhl-i hədis nə edirlər? O ravini də onun hədislərində qoyurlar qırağa. Və bu Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini müdafiə etmək üçün ən etibarlı yollardan biridir. Əgər biz Fəxrəddin Ər-Razinin dediyi kimi edilsə, ravi haqqında deyil də, ravinin rivayət elədiyi hədis haqqında danışılsa, baxaq görək, bu hədis münkərdir, yoxsa yox, o zaman etibarlı hədis raviləri arasına etiqadında problemli olan hədis raviləri daxil olacaqdır. Misal üçün elə özünün verdiyi örnək. Deyir ki, məsəl üçün, Mə'bəd Əl-Cühəni qədər haqqında nəsə danışmışdı, götürdülər onu da, onun etdiyi rivayətləri də hamısı atdılar qırağa. Mə'bəd Əl-Cühəni bilirsiniz kimdir? Mə'bəd Əl-Cühəni ilk dəfə qədər haqqında danışan adamdır. Və qədəri firqəsinin təməlini atan insanların biridir. Bu adam, Mə'bəd Əl-Cühəni, sahabələrin tələbəsi olub. Sahabələrdən elm alıb. Amma etiqadında problem olduğu üçün sahabə, tabiin, ətbə'u tabiin ondan hədis rivayət eləməyib. Onun özünü də və onun hədislərini də rədd ediblər. Ona görə etiqadında problem varsa ravinin, o ravini və rivayətlərini qırağa atmaq bu daha etibarlı bir yoldur. Əgər sən ravini qırağa atmasan, onun rivayəti üzərində danışsan, onun etiqadında problem varsa ravini, sən o problemli ravini etibarlı hədis raviləri arasına daxil etmiş olacaqsan və bununla da nə olacaq? Sonradan o etiqadına problem olan ravi hədislər uyduracaq və dinə, Rasulullah sallallahu aleyhi ve sellemin sünnətinə nə gətirəcək? Xələl gətirəcək. Bu dördüncü yön idi. Beşinci yön. Beşinci yöndə görün nə deyir? Deyir ki, yəni o beşinci yön ki və sonuncu yöndür ki, buna əsasən əhəd hədisləri, sahabələrin, tabinlərin, əhl-i hədisin rivayət etdiyi əhəd hədislərə yaxınlaşmaq olmaz, onlarla əməl etmək olmaz. Beşinci yön odur ki, bu ravilər Rasulullah sallallahu aleyhi ve sellemdən hər hansı bir məclisdə hədis eşidirlər. Yəni sahabələr Peyğəmbər sallallahu aleyhi ve sellemdən hər hansı bir məclisdə hədisi eşidirlər və o hədisi Rasulullah sallallahu aleyhi ve sellem hansı ləfslərlə deyibsə onu yazmırlar. Sadəcə eşidirlər Peyğəmbərdən hədisi. Və sonra o hədisi sahabələr uzun bir müddətdən sonra rivayət edirlər. 30 və yaxud 20 ildən sonra. Və mümkün deyil ki, diqqətlə fikir verin, mümkün deyil ki, həmin sahabə Peyğəmbərdən eşitdiyi o hədisi eynən eşitdiyi ləfslərlə rivayət etməsi mümkün deyildir. Və bu da bilinməsi məlum olan bir məsələdir. Hamı deyir, bunu bilir. Və əgər iş bu cürdürsə, qəti şəkildədir biz deyirik ki, bu rivayətlərdə Peyğəmbər sallallahu aleyhi ve sellemin ləfzindən heç bir şey yoxdur. Əksinə o rivayətdə ravinin ləfzlərindən başqa bir şey yoxdur. Yəni o rivayətdə ancaq ravinin nəyi var? Ravinin ləfzi var. Yəni bu yanaşmaya fikir verin. Rasulullah sallallahu aleyhi ve sellemin sahabələri Peyğəmbərdən hədis rivayət ediblər. Sonra o hədisi 20-30 ildən sonra rivayət ediblərsə, mümkün deyil ki, kimsə desin ki, həmin sahabə Peyğəmbərdən o hədisi hansı ləfslərlə eşidibsə, eynən o ləfslərlə rivayət etsin. Deyir, bu mümkün deyil, belə bir şey ola bilməz. Mütləq ki, sahabə Peyğəmbərin sözlərlə deyil, öz sözlərinlə rivayət edib və buna görə də həmin hədisdə Peyğəmbər yox, sahabənin sözündən, ravinin sözündən başqa bir şey yoxdur. Sonra görün nə deyir.
Və kimdir kəsin şəkildə deyə bilər ki, sahabə o məclisdə Peyğəmbərdən eşitdiyi hədisi yadından çıxartmayıb. Yanaşmaya baxın. Kim deyə bilər ki, yadından çıxartmayıb? Sonra görün nə deyir. Deyir, əgər sahabə Peyğəmbərdən bir hədis eşidirsə, onu yazmır və onu təkrarlamırsa, sonra 20-30 ildən sonra onu rivayət edir. Zahir olan budur ki, sahabə həmin hədisdən bir çox şeyləri unutmuş olur. Kəsin şəkildə budur, unudacaq onu, bilməyəcək onu. Və yaxud hədisdəki kəlmələrin tərtibini səhv salacaq. Peyğəmbər sallallahu əleyhi və səlləm ən birinci bunu mu deyib, yoxsa bunu mu deyib? Kəlmələri bir-birinə qarışdıracaq və bu cür böyük bir ehtimal olması halda, belə bir ehtimal olunarsa, kəsin şəkildə sahabədən gələn o rivayəti, əhəd hədisi Allahın zatı, sifətləri haqqında danışırsa, ona əməl etmək olmaz, qəbul etmək olmaz, onun üzərində etiqad qurmaq olmaz. İndi siz özünüz qərar verin. Əhli hədisə qarşı Allahın kitabına, Rasulullahın sünnətinə təzim göstərən, salih sələfin, sahabə, tabiin, ətbə'u tabiinin fəhminə etibar edən adam belə bir söz deyə bilərmi, qardaşlar? Belə bir söz deyə bilərmi? Və sonda bir şey də qeyd edeyim və bununla da mövzumuzu bitirək. Hədisin bir neçə növləri var. O hədis növlərindən də biri nədir? Musəlsəl hədis. Musəlsəl hədis nəyə deyirlər, qardaşlar? Musəlsəl hədis odur ki, Rasulullah sallallahu aleyhi və səlləm hədisi rivayət etdikdə hər hansı bir hərəkət edib və yaxud hər hansı bir söz deyib və yaxud hər hansı bir heyətdə, hər hansı bir şəkildə formada olub. Misal üçün, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisi deyəndə əlini uzadıb və yaxud Rasulullah hər hansı bir hədisi dedikdə hədisin ortasında gülür və yaxud Rasulullah o hədisi deyəndə ayağa qalxır və yaxud Rasulullah sallallahu aleyhi və səlləm hər hansı bir hədisi deyəndə ayaq üstündə idisə oturur və yox hədisi uzandıq halda danışıb. Musəlsəl hədis buna deyirlər. Və yox o hədisi deyəndə deməmişdən öncə Rasulullah sallallahu aleyhi və səlləm hər hansı bir kəlmə işlədir. Hədisdən olmayan bir kəlmə işlədir. Musəlsəl hədis buna deyirlər. Sahabələr Peyğəmbərdən eşitdikləri o hədisi də rivayət edirlər. Və o hədisdəki olan o musəlsəl var ha, Peyğəmbərin halı, onu da rivayət edirlər. Misal üçün, Peyğəmbər bir hədis deyir. O hədisi dediyi zaman gülür. Sahabə o hədisi sonra Peyğəmbərdən rivayət etdikdə, Peyğəmbər hədisi söylədiyi zaman harda gülübsə, sahabə də orada gülür. Sahabə Peyğəmbərdən bir hədis rivayət edir. Peyğəmbər hədisi danışdığı zaman ayağa qalxıb. Sahabə də o hədisi tabinlərə rivayət edəndə, hədisin o yerinə çatanda ayağa qalxır. Peyğəmbər oturmuşsa oturur. Peyğəmbər onu gedə-gedə demişsə, o da gedə-gedə söyləyir. Bir örnək verir. Misal üçün, hədisdə keçir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün Muaz radiyallahu anhə deyir ki, ya Muaz, inni uhibbuk. Ey Muaz, mən səni sevirəm. Bu sözü deyir Muaza, Peyğəmbər sallallahu aleyhi və səlləm. Sonra Muaza deyir ki, ey Muaz, hər namazın sonunda Allahım sənə zikr etməkdə və sənə şükür etməkdə və sənə gözəl ibadət etməkdə mənə yardımcı ol. Hər namazın sonunda ey Muaz bunu dinlə. Muaz radiyallahu anhu hər dəfəsində bu hədisi rivayət etdikdə hansısa bir sahabəyə, hansısa bir tabiyinə hədisi deməmişdən öncə Peyğəmbərin ona dediyi sözü deyir. Hədisi kimə rivayət edirsə Muaz radiyallahu anhu nə deyirdi? Inni uhibbuka. Mən səni sevirəm. Bu söz dedikdən sonra Peyğəmbərin hədisini deyərdi. Biraz öncə zikr etdiyim hədis. Musəlsəl hədis budur. Musəlsəl hədisin, qardaşlar, faydası nədir? Faydası odur ki, sahabələr Rasulullah sallallahu aleyhi və səlləmin hədis rivayət etməkdə o qədər diqqətli idilər ki, hətta nəinki Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisini olduğu kimi, vergülünə kimi, nöqtəsinə kimi, hətta Rasulullah hədisi dediyi zaman hansı heyətdə idisə, hansı şəkildə idisə, nə edirdisə, onu da belə rivayət edirdilər. Onu da belə rivayət edirdilər. Biraz öncə də buna örnəklər verdim. Və bu danışıqlar hamısı nəyə göstərir? Onu göstərir ki, bu taifəyə, bu əhli kalama, vallahi mən onları əhli sünnət görürəm, ümmətin yarısından çoxsu onlardır, vallahi mən onlara bidətçi deyə bilmərəm, mən bilmirəm, mən şübhədəyəm. Bu sözləri deyən insanlar, onların etiqadlarındakı olan bu böyük xələllər üzərində düşünsünlər. Həqiqətən də baxın, özünüz ədalətli şahidlər olaraq siz qərar verin. Allahın kitabına, Rasulullahın sünnətinə təzimi olan, sələfin fəhminə etibarı olan bir adam belə bir söz söyləyə bilərmi?
və bununla kifayətlənək. Doğrusunu Allah Subhanahu və Teala bilir. Elhamdülillahi Rabbil ələmin.